Salam əziz 5-cilər, hörmətli valideynlər. 5-ci siniflər üçün riyaziyyat dərsindən izahlarımız davam edir. Mövzumuz 1.1 natural ədədlər. Bu mövzuda biz natural ədədlər haqqında məlumat əldə edirik. Yəni onluq say sistemi haqqında danışarıq, ədədin yazılış qaydaları haqqında, onun qüvvəti haqqında, daha sonra mövqeyli və mövqeysiz say sistemləri haqqında sizə məlumat vermiş olacağam. İlk öncə açar sözlərə diqqət etmiş olsaq, açar sözlərdə natural ədəd, onluq say sistemi, mövqeyli say sistemi, mövqeysiz say sistemi, onun qüvvətə yüksəltmə. Bunların hər biri haqqında məlumat əldə edərsiniz, amma gəlin qısaca natural ədədlər nədir? Bu haqda sizə məlumat verim ki, natural ədədlər varlıqları saymaq üçün istifadə etdiyimiz ədədlərdir. Natural ədədlərin ən kiçiyi 1-dir, ən böyüyü yoxdur, sonsuza qədər davam etmiş olur. Bütün ədədlər 0-dan 9-a qədər 10 rəqəmin köməyi ilə yaranmış olur. O səbəbdən də, yəni bu 10 rəqəmin köməyi ilə yarandığına görə biz bu ədədləri onluq say sistemi adlandırmış oluruq. Say sistemləri mövqeyli və mövqeysiz olaraq iki hissəyə bölünmüş olur. Mövqeyli say sistemləri, mövqeysiz say sistemləri. Hansılar mövqeyli say sistemləridir? Bizim istifadə etdiyimiz ərəb rəqəmləri kimi adlanırlar. Bu rəqəmlərin köməyi, yəni bu 10 rəqəmin köməyi ilə yazılan ədədlər mövqeyli say sistemidir. Nəyə görə? Çünki hər bir rəqəm durduğu mərtəbəyə görə qiymət alır. Məsələn, biz 22.222-ni yazmış olaq. Burada hamısı 2-dən düzəlib. Amma hər bir 2 durduğu mərtəbəyə görə qiymət alır. Təhlil mərtəbəsindəki 2-nin qiyməti 2, onluqdakının qiyməti, yəni onluq mərtəbəsində olduğuna görə 2-ni ona vururuq 20, yüzlükdəki 200, daha sonra 2000 və 20.000. Görürsünüz ki, hər bir rəqəm durduğu mərtəbəyə görə qiymət aldığına görə bu cür say sistemləri mövqeyli say sistemidir. Mövqeysiz say sistemi isə durduğu mərtəbədən, yəni durduğu yerdən asılı olmayaraq, yəni o öz qiymətini dəyişmir. Buna yəni istifadə etdiyimiz Rom rəqəmləri deyirik. Yəni Roma rəqəmləri də bəzən deyirlər ki, həmin rəqəmlərdir ki, onların köməyi ilə biz hal-hazırda yalnız sıra saylarında istifadə edirik. Məsələn, deyək ki, əsrlərin yazılması zamanı deyirik ki, 20-ci əsr və yaxud da ki, indi 21-ci əsr və s. və ilaxır. Bunlar haqqında danışmış olaram. Daha sonra onun qüvvətləri. Onun qüvvətləri nə deməkdir? Yəni, onun özünə vurulması, onun dəfələrlə bir neçə dəfə özünə vurulması və alınan onun belə də bir neçə dəfə özünə vurulmasından alınan nəticə onun qüvvəti hesab olunur. Daha doğrusu onun hasilinin, yəni onun bir neçə dəfə özünə vurulmasından olan hasilin qısa şəkildə yazılmasıdır. Qüvvətə yüksəltmə isə onu neçə dəfə özünə vururuq. Məsələn, 2 dəfə özünə vurmuş oluruqsa, 10 vurulsun 10. Bu da bərabərdir. Onu ikinci dərəcədən, yəni ki, belə deyək, ikinci dərəcədən qüvvətə yüksəltməsi deyilmiş olur ki, 10 üstü 2 kimi yazılmış olacaq və yaxud da ki, 5 dəfə vurursansa 5-ci dərəcədən qüvvətə yüksəltmə kimi adlanmış olur ki, yəni 5 dəfə özünə vurmuş oluruq. Demək olar ki, bizim mövzularımız haqqında bu açar sözlərdə hər biri haqqında var. Görürsünüz, onluq say sistemidir. Onluq say sistemi haqqında danışdıq. Nəyə görə onluq say sistemi? Çünki 10 rəqəmin köməyi ilə yaranır. Natural ədədlər nə idi? Bunlar dedik ki, varlıqların sayılması üçün istifadə edirik. İki saymaq üçün istifadə etdiyimiz ədədlər natural ədədlərdir. Natural ədədlərin ən kiçiyi 1-dir. Burada görürsünüz ki, bunlar hamısı bir-bir qeyd olunmuşdur. Əlbəttə ki, aşağı-yuxarı bir qədər fərqli məlumatlar verə bilərlər. Ümumiyyətlə, gəlin indi ədədlərin yazılış qaydaları haqqında, oxunuş qaydaları haqqında danışmış olaq ki, bildirim ki, ədədlərin durduğu yer mərtəbə, daha doğrusu rəqəmlərin durduğu yer mərtəbə adlanır. Və hər 3 mərtəbə birləşir, siniflər yaratmış olur. Bu siniflərin köməyi ilə biz ədədləri oxumuş oluruq. Bildirim ki, ilk 3 mərtəbə təhliklər, onluqlar, yüzlüklər, təhliklər mərtəbəsini yaradır. Daha sonra minlik, 10 minlik, 100 minlik, minliklər sinifini yaratmış olur. Milyonluq, 10 milyonluq, 100 milyonluq, milyonluqlar sinifi. Daha sonra milyardlıq, 10 milyardlıq, 100 milyardlıq, milyardlıqlar sinifin və trilyon, 10 trilyon və 100 trilyon isə trilyonluqlar sinifin
yaratmış olur. Bildirim ki, hər mərtəbə özündən böyük mərtəbədən 10 dəfə kiçikdir. Hər mərtəbə özündən kiçiyindən 10 dəfə böyükdür. Görürsüz, burada da bu şəkildə yazılmışdır. Biz onun qüvvətindən istifadə edərək ədədlərin yazılış qaydalarının qısaldılmış şəkildə hesablanmasını da bu gün öyrənmiş olaraq, ona aid tapşırıqlar yazmış olaraq. Amma ədədin yazılış qaydaları haqqında daha öncədən də məlumatınız var ki, ədədləri rəqəmlərin köməyi ilə yaza bilərik, ədədləri sözlərin köməyi ilə yazmış ola bilərik, yəni sözlərlə yazırıq. Bu zaman hər deyilən söz, yəni biz əgər məsələn 3235, 3 ayrı, 1000 ayrı, 200 ayrı, 30 ayrı, 5 ayrı, hər biri ayrı-ayrı yazılmalıdır ki, yəni bitişik yazılmır. Bunu da buradan nəzərinizə çatdırım. Bir də ədədin rəqəm və sözlə qısa yazılışı var ki, burada siniflərin adı sözlə yazılır, amma digərləri sonuncudan başqa olaraq, sonuncuda yəni sinifin adı zaten yazılır. Digərləri isə rəqəmlə yazılır. Məsələn, ədədin rəqəmlə yazılışında bir nümunə göstərib ki, burada gəlir ilk öncə ayıraq bunları siniflərə, təhlik, sonra gəlir minlik, 10 minlik, minlik, milyonluq, milyardlıq və trilyonluq. Deməli, trilyonluqda nə görürük? 340. Hər bir sinifdə hansı rəqəmi görürük, hansı ədədi görürsə, həmin ədədi dedikdən sonra sinifin adı çəkiləcək. 345 trilyon 208 milyard 765 milyon 217.809. Bax, bu dediklərimizi aşağıda da görürsünüz, 345 trilyon 208 milyard və s. bu cür davam etmişdir. Bunun qısa şəkildə yazılışında isə sinifin adı sözlə yazılır. Bax, 345 rəqəmlə yazılacaq. Ondan sonra gəlir trilyon, yəni o sinifin adı gəlməlidir ki, onu neyinirik? Əlbəttə ki, sözlə yazılır. Sonra 208 milyard, 765 milyon, 217 min və sonda 809. Ondan sonra təhlik sinifin adı çəkilmir ki, onu da yazmırıq bu səbəbdən. Gəlin keçək tapşırıqlara, düzdür. Bundan sonra da növbəti onun qüvvəti haqqında danışarıq və hər bir mövzu haqqında danışdıqca ətraflı məlumat verməyə çalışacağam ki, biz tapşırıqlara keçməmişdən öncə sizdən bir istəyim olacaq, bir də məlumatı nəzərinizə çatdıracağam ki, 5-ci siniflər üçün onlayn hazırlıq qruplarımız var. Bu hazırlıq qruplarına qoşulmaq istəyənlər aşağıda qeyd olunmuş nömrə ilə əlaqə saxlaya bilərlər. Bildirim ki, onlayn hazırlıqdır deyə bir çoxunuz çəkinirsiniz, belə deyək, onlayn hazırlıq deyəndə düşünürsünüz ki, bundan öncə gördüyünüz onlayn hazırlıqlar kimidir. Xeyr, əgər hər hansı bir əyani hazırlıq bu onlayn hazırlıqdan üstün olarsa, mən onu keçməyəcəm. Buradan da yəni deyirəm, biləsiniz. Bildirim ki, onlayn hazırlıqlarım əyani hazırlıqdan üstün məqamları çoxdur. Onları burada sıralayıb vaxt itirmək istəmirəm. Daha gözəl şəkildə məlumat əldə etmək üçün aşağıda qeyd edilmiş nömrə ilə əlaqə saxlaya bilərsiniz. Mənə dəstəyiniz üçün də abunə olmağınız lazımdır. Əgər kanala abunə olmamışsa, olmusunuzsa çox sağ olun. Bir də videolarımı bəyənib ətrafınızdakilərlə paylaşaraq dəstəyinizi nümayiş etdirə bilərsiniz ki, buna görə də hər birinizə təşəkkürümü bildirirəm. Tapşırıq 1-dən başlayırıq. Görək 1-də nə yazır? Yazır ki, ədədləri siniflərə ayırın və oxuyun. Nümunə bizə göstərib. Ədəd göstərilib və aşağıda da bu nümunəyə görə belə deyək də ədədi yazmış olarıq. Gəlin birinci başlayaq. Bu nümunəni onsuz da burada tətbiq edərək də izahını vermək istəmirəm. Çünki indi mən bu ədədin üzərində etmiş olacağam. Ədəd yazılıb. Mən bu ədədi ilk öncə belə deyək də siniflərə ayırıram. 3 sağdan sola. 1, 2, 3 dənə sinif var. Deməli, təhlik, minlik, daha sonra da gəlir milyonluq. Milyonluq sinifinə 2 yazıram. Biraz aralı yazdıqdan sonra 873 yazıram. Bu minlik sinifində, yəni 2 milyon 873 min 892. 892. Daha sonra bunu yazdıqdan sonra bu şəkil görürsünüz, burada aralı yazıblar. Bundan sonra bunu sözlərlə də yazmış olurlar ki, həm rəqəmlə yazılış var, həm də ki söz və rəqəmlə qısa yazılış var ki, bu şəkildə yazmış oluruq. Məsələn, deyək ki, 2 milyon daha sonra gəlir 873 min
burada yerləşməyəcək ola bilsin ki, 892. Sonda yazdığımız artıq sinifin adı deyilik, onu təhlik sinifində nə varsa həmin ədəd yazılır. Bundan sonra ikinci məsələm deyək ki, yazılıb burada. Yenə də bunu ayırırıq, 3-3 ayırmış olduq. Oldu nə? 30 milyon 85 min 325. Yazırıq bura. İlk öncə ayırıq 30 milyon 30 bir qədər aralı yazırıq 0.85. Daha sonra da 325. Bir qədər aralı yazdıq ki, yəni oxuyanda da yaxşı oxumaq olsun. Bu rəqəmlə yazılış zamanı siniflərin ayrılışıdır ki, bunu da ədədin oxunuşu zamanı çətinlik çəkməyək deyə bu şəkildə yazırıq. Daha sonra bunu sözlə, qısa yazılışla göstərmiş olaraq ki, 30 milyon. Mən qısa şəkildə mil yazacağam, nöqtə qoyacağam, yəni bundan sonra. Siz davam etmiş olarsınız. Daha sonra 85 min, daha 0.85 yazmırıq. 85 min 325. 325. Növbəti yenidən ayırırıq bura. Ayırmış olduq. Deməli 6 rəqəmlidir və 3 sinifdən ibarətdir. Təhlik, minlik və milyonluq. Milyonluq sinifində 831 görürük. 831. Bir qədər aralı yazırıq. 492 min 57. 0.57 yazmış oluruq. Daha sonra bunu indi sözlə qısa yazılışla istifadə edərək. Yəni ki, 831 milyon mil yazıram, nöqtə qoyuram. Daha sonra 492 min, daha 0.57 yox, 57 yazmış olarsınız. Növbəti baxırıq, bir dənə yenidən siniflərə ayırmış olaraq bu şəkildən ayırdıq. Burada artıq 4 sinif var. 4 sinif var, deməli milyondan sonra milyardlıq sinif var. Milyardlıq sinifdə 4 görürük, 4'ü yazdıq. Bir qədər aralı 372 milyon 372'ni yazmış oluruq. 906 min 906'ni yazmış olarıq. Daha sonra da 976 976. Bir qədər görürsünüz ki, ara var bunlar arasında. Və bundan sonra gəlir indi qısa yazılışdan istifadə edirik. Deyək ki, 4 milyard 4 milyard, daha sonra 372 milyon 372 milyon, yazdım milyonu, 906 min yerləşmir, buradan devam edir. 906 min və 976'ni yazmış oldum. Burada gəldi, indi sonuncusunu yazırıq. Yenə də 3-3 sağdan sola ayırıram. Deməli 511 getdi, 182, 823, 055 gəldi. Neçə sinif oldu? Bu dəfə artıq biz görürük ki, 5 sinif var. 5-ci trilyonluq sinifidir. Trilyon. Bunda yazırıq ki, 8 trilyon. Gəlin aşağı düşək. Burada yerimiz var. Yəni 8 trilyon, 8'i yazdıq. Gəlirik 55 milyard, 0.55 yazırıq. Daha sonra gəlir 823 milyon, 823 milyon, 182 min, 182 min, 512, 512. İndi bunu da yazanda olduğu kimi yazırıq 8 trilyon daha sonra 55 milyard, daha sonra 823 milyon, 823 milyon, 182 min, 182 min, 512, 512. Bu da yəni biraz səliqəsiz də olsa yazmış olduq. Bu qədər. Keçirik növbəti tapşırığa. Görə növbəti tapşırıq bizə nə deyir? Deyir ki, sözlərlə verilmiş ədədləri rəqəmlərlə yazın. Bax, sözlərlə verilmiş ədədlərdə nəyə diqqət edirik? Siniflərin adları bizim üçün önəmlidir. Deməli, baxır ki, soldan sağa milyard sinifi var. Daha sonra milyon, ondan sonra da min. Təhliyin metri təhlikdə heç nə yoxdur.
Yəni o da sıfırlar. Əgər hər hansı bir sinifdə heç bir rəqəm yoxsa, bu zaman sıfırlardan ibarət olmuş olacaq. Ardıcıllığı bilməliyik. Həm kiçikdən böyüyə doğru, həm də böyükdən, yəni trilyon, ondan sonra milyard, yəni böyükdən kiçiyə doğru deyirəm. Milyon, min və təhlik. Bu sinifləri həm də ki, belə deyək də, kiçikdən böyüyə gedən təhlik, minlik, daha sonra gəlir milyon, milyard, trilyon. Mən bunları bilmirəm. Bu 5 sinifi ardıcıl olaraq həm böyükdən kiçiyə, həm də kiçikdən böyüyə bilməyimiz lazım ki, ədədlərin yazısında çətinliyimiz olmasın. İndi milyar sinifinin qarşısındakı ədədə baxırıq ki, burada yazıb 846. Deməli, bura 846 yazmış olur. Bu milyard getdi. Daha sonra hər sinifə 3 rəqəm yazılmalıdır. 407. 407 birinci sinif 2 rəqəm, 1 rəqəm də ola bilər, 3 rəqəm də ola bilər. Digərlərinin hər birinə niyə orada 1 rəqəm yazılır? Çünki qarşısındakı sıfırlar yazmağa ehtiyac yoxdur. Amma digər siniflərdə mütləq o sıfırlar da qeyd etməlidir. Çünki hər mərtəbə hansı rəqəm var orada, o rəqəm göstərilməlidir. 407. 407-də 3 rəqəmdir və 3 dənə də mərtəbə olmalı. 407 yazmış oluruq. Tamam. Daha sonra 285 min. 407 milyon 280 min. Milyondan sonra kiçik mindir. Bu da var burada. Yazırıq ki 285. Mini yazdıq. Təhlildə heç nə yoxdur. Deməli 3 dənə də 0 yazmağımız lazımdır. Bitdi, getdi. Mən özüm aralı yazıram ki, yaxşı da oxuna bilsin. Daha sonra baxırıq. Deməli 103 trilyon yazıb 62 milyard 406 min. Bax, milyarddan sonra milyon gəlməlidir, yoxdur. Deməli o milyona nə yazacağam? Sıfırlar yazacağam, 72. İndi bir də diqqət edirsiniz. 300, yəni birincisi 103'dür. 103 olduğu kimi 103'ü yazdıq. Bu trilyon getdi. Sonra milyard gəlir. Milyardda nə var? 62. 62 2 rəqəm. Deməli mən necə yazdım? 0,62 yazmalıyam. Çünki 3 rəqəm 60-ın arxasına 0 yazsam 620 olacaq. Ortasına yazsam 602 olacaq. Deməli 62 yazmaq üçün qabağına 0 yazıram ki 0,62. 62 milyard. Sonra milyon olmalıdır. Milyon adı yoxdur. Ona görə də milyona 3 dənə 0 yazmış oluram. Milyondan kiçik mindir. Mində 406 mindir. 406-da bura 406 və mindən kiçik mərtəbə təhlik mərtəbə deyirəm sinifdə. Təhlik sinifdə 72 var. 72-də 2 rəqəmdir. Yenə mən bura 0,72 yazmış olacağam ki, bunu bilməyiniz lazımdır. Hər iki variantı yazmış olduq. Keçirik növbəti suala, növbəti tapşırığa. Yazır ki, qırmızı rənglə verilmiş rəqəmlərin mərtəbə qiymətini müəyyən edin. Mərtəbə qiyməti nədir? İlk öncə gəlin mərtəbə vahidi haqqında danışaq. Hər bir mərtəbənin dəyişməz mərtəbənin öz qiyməti var ki, o mərtəbə vahidi adlanır. Məsələn, təhliyin mərtəbə vahidi, yəni təhliyin özünə verilmiş qiymət 1-dir. Hər bir mərtəbənin də mərtəbə vahidi öz adı ilə bağlıdır. Məsələn, təhliklərin mərtəbə vahidi 1-dir. Onluqlarınki 10-dur. Yüzlüklərinki 100'dür. Bunları artıq daha öncəkindən bilirsiniz. Və adı ilə bağlı artıq bilirsən ki, milyardlıq ki, milyard olacaq. 10 milyardlıq mərtəbə vahidi 10 milyard olacaq. Bu artıq məlumdur. Yəni, mərtəbə vahidini bildik. Daha sonra gəlir mərtəbə sayı gəlir. Yəni, mərtəbədə duran rəqəmdən danışır. Həmin mərtəbədə duran rəqəm onun mərtəbə sayını göstərmiş olur. Mərtəbə vahidlərinin sayı bu cür deyə bilərik ki, yəni ki, həmin mərtəbədə hansı rəqəm durduğunu göstərmiş olur. Bundan başqa da bir də mərtəbə qiyməti var ki, mərtəbə qiymətini tapmaq üçün mərtəbə qiyməti qısa yazıram. Bərabərdir mərtəbə vahidi MV yazıram. Vurursun mərtəbə sayı. O mərtəbə sayını da dedim də, yəni mərtəbədə duran rəqəm. Bunları yaddan çıxartmayın. Deməli, mən əgər hər hansı bir mərtəbənin qiymətini istəyirəmsə, mərtəbə vahidini vurmalıyam. Həmin mərtəbədə duran rəqəmə, həmin rəqəmin qiymətini taparam. Amma mən sizə biraz qısa yollarla danışmış olacağım ki, necə edəyək bunu. Hər hansı bir mərtəbənin mərtəbə qiymətini istəyirsə, həmin mərtəbədə duran rəqəm qalır.
Digər rəqəmlərin yerinə 0 yazırıq. Zaten onun sol tərəfində olanlara 0 yazmağa ehtiyac yoxdur. Məsələn, burada 5-in qiymətini istəyirəm. Götürüb bunun içini yerinə 0 yazmağa ehtiyac yoxdur zaten. Onu qoyduq. Məsələn, 5-i yazdım bura. 5-dən sonra neçə dənə rəqəm? 5 dənə də rəqəm var. Bunun arxasınca 5 dənə 0 yazmış olaram. Və bunun qiyməti olduğu isə 500.000. Daha sonra baxırıq ki, məsələn, burada milyonluq mərtəbəsində 5 var. Bunun qiyməti neçə olacaq? 5 milyon olmuş olacaq. Yəni, bunları sıfırları yazmış oluram. Və yaxud da ki, burada 7-nin qiyməti. 7-nin qabağına, arxasında, yəni sağ tərəfinə baxırıq. Nədir? 700-dür qiyməti. Yəni, 100-lük mərtəbəsində 7-ni 100-ə vursaq, 700 olmuş olacaq. Daha sonra, bu 7 10 minlik mərtəbəsində. Deməli, 7-ni 10 minə vursaq, 70 min olacaq. Beləncə də 7-ni saxladıq, onun sağında nə qədər var? Hamısının yerinə 0 yazsaq, görür ki, 70 min yazmış olur. İndi burada 3 dənə 7 var. Bunu necə edərik? 7-lər qalacaq, digərlərin 0 yazmış oluruq. İndi ədədi oxuyuruq ki, neçədir? 707.007. Deməli, burada rəqəmlərin mərtəbə qiymətlərinin hamısının cəmi 707.007 etmiş oldu. Və yaxud da ki, burada yəni görürsünüz 2 dənə 7 var. 7-ləri saxla. 5-in yerinə 0, 3-ün yerinə 0. Burada 0, 0, 0, 7, 0, 0, 0, 0. Deməli, bunun qiymətini tapmaq istəyiriksə, baxırıq ki, bu hansı demək 1, 2, 3, 4 dənə. Deməli, 70 milyard 70 min olmuş oldu. Buradakı 7-lərin mərtəbə qiymətləri cəmi. Yəni, bunların cəmini istəyir. Əlbəttə ki, buradakı 7-nin qiyməti 70 milyard, buradakı 7-nin qiyməti 70 mindir. Bu qədər. Keçək növbəti 4-cü tapşırığa. Ümid edirəm ki, sizin üçün qaranlıq qalmır. Bir daha nəzərinizə çatdırım ki, onlayn hazırlıq qruplarımız mövcuddur. Onlayn hazırlıq qruplarımıza qoşulmaq istəyənlər aşağıda qeyd olunmuş nömrənin əlaqə saxlaya bilərlər. Ən mükəmməl şəkildə hazırlaşacağınızdan əmin ola bilərsiniz. Övladlarınızı bizə etibar edib, özünüz də istədiyiniz zaman izləyə bilərsiniz dərsləri. 4-də yazır ki, qanuna uyğunluğu müəyyən edin və növbəti ədədi tapın. Görək hansı qanun, yəni hansı ardıcıllıqla bunlar düzülüb, necə dəyişiblər burada. Birinci ədədə baxırıq ki, deməli 4 sinifdən ibarətdir. 259 milyard 687 milyon 125 min 34. Yenə də bax, milyardlıq sinifdə eyni rəqəmdir. Gəldi milyonluqda nə var? Bu 687 idi. Burada 787. Deməli 100 milyonluq mərtəbəsi dəyişir, artır bir-bir. 100 milyonluq artdı. Oldu neçə? Burada da olub 259 milyard 887. Burada olacaq 259 milyard 987 milyon 125 min 34. Sonra ondan sonra deyir ki, növbəti 2. İndi mən bir dənə də nə gəlməliyim? 100 milyon. Artıq burada 10 dənə tamamlanmış olur 100 milyon və bu 1 milyarda çevrilmiş olur ki, 259-un üstə 1 milyardda gəlmiş olsa olacaq 260. Burada yazırıq, növbəti ədəd olacaq. Elə ki, buradan yazıram. 260. Bax, burada görürsən 9 dənə 100 milyonluq var. Bunun üstünə bir dənə də milyonluq, 100 milyonluq gəlsə 10 dənə olacaq və 10 dənə 100 milyon 1 milyarddır. Və o 1 milyarda 259-un üstünə gəlir 260 edir. Bundan sonra olacaq 260. Bu 9-un yerinə 0 yazmalı olacaq. 87 milyon 125 min 34. Artıq bundan sonra bilirsiniz. Artıq bu 1 artacaq, sonra 2 artacaq, 3 artacaq. Bunlar heç bizdən istəməyib də. Yəni bunlar burada əsas dəyişiklik buradaydı. Bunu yaxşıca başa düşməyimiz lazım idi. 5-ci tapşırığa baxırıq. 5-ci tapşırıqda nə yazır? Yazır, açıq şəkildə verilən ədədləri rəqəmlərlə yazın. Aha, açıq şəkildə verilmiş ədədləri. Baxırıq ki, 400 min, sonra 30 min, 4872. Bunu mən bərabərdir, sanki bunu bərabər yazdıq. Buradan yazmış oluram. 434 min. Bax, 434 min 872. 872. Bunu yazdıq. Sonra burada yazmış 9 trilyon 8 milyard 70 min 407. Tamam. Demək, trilyon 9 trilyon yazdıq. Bundan sonra 8 milyard. Bax, 8 milyard bir rəqəmlidir. Mən bura 3 rəqəm yazmalıyam. Ona görə də nə yazaram? 0, 0, 8 yazmış olacaq.
Ondan sonra 70 min. Milyarddan sonra ümumiyyətlə min, yəni milyard sinifindən kiçiyi milyon sinifidir. Milyonun adı yoxdur. Bura nə edirəm? Sıfırlar yazmış olacağam. Yazdım. Sonra milyon getdi. İndi min gələcək. Mində 2 rəqəm 70. Deməli 0,70 yazmış olaram. Və bundan sonra da 407 yazmış olaraq ki, bu da 407, 407. Növbəti bura baxırıq. Sanki bunun davamını buradan yazmış olaram ki, 600 min, 10 min, 250. 610 min, 250'dir. 610 min, 250. Bitti. Yəni, bu qədər asan. Daha sonra baxırıq ki, 4 trilyon, trilyondan 4 yazdıq. Bundan sonra milyard gəlir. Yoxdur milyardın adı. Yoxdursa bura 3 dənə 0 yazmış oluruq. Milyonda 2 milyon yazdım. Deməli, mən 2 dənə 0 yazıb, sonra 2 yazdım milyon üçün. Sonra milyondan kiçik mindir, mində 7 var. 1 rəqəmidir. 007 yazmış olaram. Bir də ki, mindən sonra təhlil sinifdə 100'dür, 100'də yazmış oluram bura. 3 rəqəmli ədəddir zaten. Oldu 4 trilyon 2 milyon 4 trilyon 2 milyon 7100 etmiş oldu. Zaten bu ədəd burada yazılıb. Keçirik növbəti mövzu. Baxaq görək, uzun deyil, 25 dəqiqə. Ümid edirəm ki, hamısını yerləşdirmək olar. 11, 13 tapşırıq, 14 bir dənə də məsələdir. Hələ ki, yorucu olmayacağını düşünürəm. Öyrənmə onun qüvvəti haqqında danışmışdıq. Onun dəfələrlə özünə vurulmasıdır. Yəni, onun qüvvəti nədir? Hər biri ona bərabər olan vuruqların, yəni hər biri 10-10 olan, yəni onu bir neçə dəfə özünə vururuq və neçə dəfə özünə vurduğunu üstündə yazılır ki, onun qüvvəti adlanmış, o yəni dərəcəsi adlanmış, qüvvətin dərəcəsidir ki, neçənci dərəcədəndir. Onun ikinci dərəcədən qüvvəti o demək ki, onu 2 dəfə özünə vurmuş oluruq. Üstündə yazılmış bu 4, onun 4 dəfə özünə vurulmasını göstərmiş olur ki, görürsünüz burada da izahını vermişdi. Burada qüvvətin üstüdür və qüvvətin əsası. Qüvvətin əsası onun özüdür. Yəni bu əsası təşkil edir. Qüvvətin üstü yəni onun dərəcəsidir ki, orada neçənci dərəcədən, onun neçənci dərəcədən qüvvəti olduğunu göstərmiş olur ki, onda qüvvətin üstü deyirik ki, məsələn 10 üstü 4 kimi oxunmuş olur ki, 10 üstü 4 nədir? Yəni ki, onu 4 dəfə özünə vurmuş oluruq. Və onu hər dəfə özünə vuranda bunu yaddan çıxartmayın. Bunu da qısa şəkildə deyim ki, 10 üstü 4 isə deməli biz 4 dənə sıfırdan ibarət olan mərtəbə vahidindən danışmış olarıq. Yəni onun qüvvətindən danışmış olarıq. 4 dənə sıfırda 10 min etmiş olur. Yəni onu 4 dəfə özünə vururuq. Bir arxasınca 4 sıfır, bu da 10 min etmiş olacaq. Biraz 10 üstü 4 görsən, burada dediklərimi də onun 4-cü dərəcədən qüvvəti. Bu şəkildə, yəni danışdıqlarımız zaten burada göstəriblər. Daha aydın şəkildə də yazıblar. Yəni nə dediklərini də sizə çatdırmağa çalışıram. Bizə deyir ki, fikirləş bölümündə yazır ki, onu qüvvətə yüksəldərkən alınan ədəddəki sıfırların sayı ilə qüvvətin üstü arasında hansı əlaqə var? Bunu yuxarıda izah elədim siz üçün. Yəni 10 üstündəki ədədlə 10 arasında əlaqə nədir? Yəni bu o deməkdir ki, məsələn üstündə 4 yazılıbsa onu 4 dəfə özünə vurduq. 5 yazılıbsa 5 dəfə özünə vurmuş oluruq. Yəni o sıfırların sayı da orada yazılan 4-dən asılıdır. Deməli 4 yazılıbsa bu o deməkdir ki, hansı mərtəbə var idi ki, onun 4 dənə sıfır var, 10 minin 4 sıfırı var. Minin üstü deməli 10 üstü 3 yazılıbsa bu 1000 deməkdir. Çünki mində 3 dənə sıfır var. Bunun əlaqəsi də budur. Bunu yuxarıda əslində izahını vermişdim. Gəlin keçək 6 nömrəli tapşırığa. 9-a qədər izah eləsək, ondan sonraki bölümü növbəti videoda, çünki yorucu olmasını istəmirəm. Zaten bunların hər biri ayrı-ayrılıqlı dərslərdir. 6-da yazır ki, onun qüvvətlərindən istifadə etməklə verilmiş ədədi rəqəmlərlə yazın. 5 nümunə olaraq 5 vurulsun 10 üstü 4, 5 vurulsun 10 üstü 4, 5 vurulsun bu şəkildə vurub ardıcıl və bizdən bu şəkildə hesablamanı istəyir. Tamam, yazırıq ki, 2 vurulsun 10 üstü 2. Bu nə deməkdir? 2 vurulsun, mötərizə açırıq, 10 vurulsun 10.
Bu da bərabərdir. Buradan davamı yazırıq. 2 vurulsun, 10'u 10'a vururuq, 100. Bu da bərabərdir, 270 oldu. Əslində, yəni indi gələcəkdə bunun sadəcə izahını verir ki, mən buradan çatdırım sizin nəzərinizə. Nə edirik? 2'ni 1'ə vururuq. Neçə elədi? 2. Ondan sonra da arxası üstündə qüvvət üstü neçədir? 2. Deməli 2-dən də 0 yazmış olar. Məsələn, nümunə olaraq yuxarıda göstərim ki, deyək ki, 7 vurulsun 10 üstü 5 yazılıb. Mən bunu necə yazaram? 7'ni vuraram 1'ə, eləcə 7. Arxasınca da 5 dənə 0 yazmış olarım. Bax budur. Yəni 700 min. Ümid edirəm ki, yəni buradan dediklərimi başa düşürsünüz. Çünki bizə lazım olacaq açıq şəkildə yazmaq, yəni ədədin açıq şəkildə yazılışı, onun qüvvətlərindən istifadə edərək yazmış olarıq. Orada çox önəmli məqamlar var və buradan danışdıqca yadda saxlasaz daha yaxşı olacaq. Məsələn, yazıb ki, 6 vurulsun 10 üstü 3. Bu nə deməkdir? 6 vurulsun 10 vurulsun 10 vurulsun 10 3 dəfə özünə vurmuş olduq. Bu da bərabərdir 6 vurulsun 1 yazıb 3 dəfə özünə vurdu. 3 dənə 0 yazırıq. 1000 eləyir. Yəni bu da eləyir 6000. Digərlərində bu qaydada sondan ikisini də deyək. Yəni çox asan olduğuna görə və yaxud da sonra 895 vurulsun 10 üstü 7. 895 vurulsun 10 üstü 7. Bu da bərabərdir 895 vurulsun 10 vurulsun 10 vurulsun 10. İndi burada yerləşmə bu tərəfdən gedirəm. 10 vurulsun 10 vurulsun 10 bir də vurulsun 10. Bu da bərabərdir 800 buradan sanki yerləşməyəcək. 895 895 vurulsun. Neçə dəfə vurduq? 7. Yəni 1 yazandan sonra 7'dən də 0 yazmış oluruq ki, bu da 10 milyon etmiş olacaq. Bir dənə baxaq, görək neçə dənə 6 dənə 0 yazmışıq, bir dənə də. Və bundan sonra da nə edirik? 895'i yazandan sonra 7'dən də arxasınca 0 yazmış olarıq və bunu oxuyarkən də necə oxumuş oluruq? Olur 8 milyard 950 milyon etmiş olur. Və 11 vurulsun 10 üstü beləliklə 11 vurulsun 10 üstü 8 etmiş olur. Bunu qısa şəkildə yazıram. 11'i 1'ə vururam, eləyir 11. Arxasınca da 8 dənə 0 yazmış olarsınız ki, yazın 8-dən baxaq. Bunu da oxuyarkən burada artıq məlum məsələdir ki, olacaq 1 milyard 100 milyon etmiş olacaq. Keçirik növbəti tapşırıq 7'yə. 7'də nə yazır? Yazır ki, verilənlərə sözlərə başlayın. Sözlərlə verilən ədədləri onun qüvvəti şəklində yazın. 100 min. Allah. 100 mində neçə 0 var? Deyirsən ki, müəllim 5 0 var. Deməli, onun qüvvəti şəkli burada yazırıq ki, 100 min. Burada ayrıdır 100 min. Biraz elə bir şey yaxın yazdım. Bərabərdir. 10 üstü 5 etmiş olacaq. Bunu istəsəz ki, bunu əgər çətinlik varsa bunu 100 min yazırsınız öz üstün. Necə yazırdıq 100 mini? Yazdıq. Bu da bərabərdir 10 üstü. Neçə dənə 0 var? 5 dənə. Deməli 10 üstü 5 olmuş olacaq. Daha sonra milyon. 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 Milyonda neçə 0 var? 6 0 var. Deməli mən bura 10 üstü 6 yazmış olarım. 100 milyon. 100 milyon. Deməli 100 milyonda neçə 0 olduğunu tapmaq istəyiriksə, deyirik ki 8 0 var. Ona görə də 10 üstü 8 yazmış olarıq. Yəni oradakı sıfıra istəsəz yəni yazarsınız. Mən yer yox deyə birbaşa yazıram. 100 milyonu yazırsınız rəqəmlə, daha sonra da onun qüvvət şəklində göstərirsiniz. Əslində belə bir şey istəmir. Yəni çətinliyiniz varsa yazırsınız. Milyard yazıb milyard 9 sıfırdan ibarətdir ki, milyardı. Bu da bərabərdir 10 üstü 9 etmiş oldu. Trilyon 12 sıfırdan ibarətdir. Ona görə də yazılır ki, trilyon. Bu da bərabərdir 10 üstü 12 etmiş oldu.
Davam edirik növbəti tapşırıqla. Növbəti tapşırıq 8-də görək nə yazır. Yaz ki, verilmiş ədədləri onun qüvvətindən istifadə edərək yazın. Nümunə göstərib bizə. 700 bərabərdir 7 vurulsun 100 bərabərdir 7 vurulsun. Yəni xırdalığına qədər gedib ondan sonra da sonda bunu göstərib bizə. Biz də nümunə olaraq göstərmiş olaq. Çox asan olduğuna görə bir neçə nümunə ilə zaten başa düşmüş olarsınız. Sondan 4-ün yazıram. Yazır ki, məsələn 57.000 yazıb. Buradan yazırıq 57.000 bərabərdir 57 vurulsun 1000 yazmış oluruq. Bu da bərabərdir. Yazırıq ki, 57 burada yazır 57 vurulsun 10 vurulsun 10 vurulsun 10. Yəni 3 dəfə 10 gələ üstünə. Bu da bərabərdir 57 vurulsun 10 üstü 3 şəklində yazmış olduq. Yəni bunu da başa düşüldü yəqin ki. Növbəti baxırıq. 150.000 yazırıq bura. 150.000 yazmış olduq. Bərabərdir. Burada yazırıq ki, 100 daha doğrusu 15 vurulsun. Burada görürsünüz neçə dənədir? 4 dənə 0 10 vurulsun 10 vurulsun 10 vurulsun 10. Bax, fikir verin. 4 dənə 0-dır. 4 dəfə onu bir-birinə vurdum. Bu da bərabərdir 15 vurulsun 10 üstü 4 kimi yazmış olarıq. Bunu biraz qısa şəklini yazdım. Bir bəndin saxladım, yazmadım. Yəni burada əslində bu bərabərdən sonra belə bir şey olmalıdır. 15 vurulsun 10.000. Bunu yaddan çıxartmayaq. 15 vurulsun 10.000. Ondan sonra bərabərdir bu gələcək. Bax, bura gələcək. Bunu da nəzərinizə çatdırın. Biraz tələsdim. Yazıb ki 730 milyon. 730 milyon yazmışdır. Bu da bərabərdir. Yazırıq ki 73 vurulsun. Neçə dənə 0 var burada? 1, 2, 3, 4, 5, 6, 7. Deməli 10 milyon vurulmuş. 73 vurulsun 10 milyon. İndi bundan sonra 6 dənə 0 burada yerləşəcək. Nəysə. Baxaq görəyə də. 6 dənə 7 dənə 0 yazdıq. Bəli. Bu da bərabərdir. Xırda yazmışam. Gör. Yəni 73 vurulsun. Neçədən 7 dəfə onu bir-birinə vururuq. Yəni 10 vurulsun, 10 vurulsun, 10 vurulsun, 10 vurulsun. 4 dənəsi 10 vurulsun, 10 vurulsun, 10. 7-dən yazdıq. Bu da bərabərdir 73 vurulsun 10 üstü 7 kimi yazmış olarıq. Və 152 milyon en yuxarıdakı kimidir. Artıq bunu da siz özünüz yazmış olarsınız. Mənə elə gəlir ki, bunu da yazaq da. Çünki dedim ki yazacağım, onu da yazmalıyıq. Yazırıq ki 152 milyon. 152 milyon bərabərdir 152 vurulsun 1 milyona. 1 milyona vurmuş olduq. Bu da bərabərdir 152 vurulsun 10 vurulsun 10 vurulsun 10 vurulsun 10 vurulsun 10 vurulsun 10. Yəni 6 dəfə yazdıq, bəli. Bu da bərabərdir 152 vurulsun 10 üstü 6. Bu şəkildə yəni bunları yazmış olduq. Keçirik 9-cu tapşırığa. Burada saxlayarıq, bu sonuncudur. Buradan sonuncu deyil, əslində videoya çox uzun oldu, yorucu olmasın deyə burada saxlayıram. Növbəti, yəni davamı gələcək, amma onlayn hazırlıqlarımız üçün bizə müraciət edə bilərsiniz. Ən azından bir sınaq dərsində iştirak edin, pulsuzdur sınaq dərsi. Dərsin necə getdiyinə maraqlandıqdan sonra davam etmək istəsəz davam edə bilərsiniz. Bildirim ki, əyani dərsdən qat-qat üstündə, əgər onun hər hansı bir qoşularsa, əyani dərsdən əskilik hiss edərsə qoşulmasın. 9-a yazır ki, uyğun ədədləri tapın. Onun kvadratından 3 vahid kiçik. Bildirim ki, onun kvadratı deyirsə, kvadrat yəni eyni ədədin 2 dəfə özünə vurulmasıdır. Kubu deyəndə eyni ədədin 3 dəfə özünə vurulmasıdır. Yəni burada da onun deyirsə, deməli onun 2 dəfə özünə vurulması və yaxud da ki, onun 3 dəfə özünə vurulmasından danışmış olaraq. Burada onun kvadratından 3 vahid kiçik. Yəni onun kvadratından yəni 10 üstü 2 çıxılsın 3 olmuş olacaq.
10'un kvadratının 2 misli, yəni 10 üstü 2-ni vurmuş olaraq neçəyə? 2-yə. Bizə deyir ki, uyğun ədədləri tapın. İndi gəlin bunu olduğu kimi yazaq. Neyi? 10 üstü 2 çıxılsın 3. Bu necə yazırıq? 10 üstü 2, yəni 100 çıxılsın 3. Bu da bərabərdir 97 yazdıq. Daha sonra 10 üstü 2 vurulsun 2 mislidirsə 2-yə vurduq. Yəni 100'ü vurmuş oluruq 2-yə. Bu da bərabərdir 270 oldu. Növbəti 10'un kubundan 100 vahid kiçik. 10'un kubu 10 üstü 3. Bundan deyir ki 100 var, çıxırıq 100'ü çıxmış olur. 10'un kubu 10 3 dəfə özünə vurmasıdır. Bu da 1070 olacaq. Bundan da çıxırıq 100'ü. Bu da bərabərdir 970 oldu. Daha sonra deyir ki 10'un kubundan 5 dəfə kiçik. 10'un kubu 5 dəfə kiçikdirsə 5'ə bölmüş olaraq 10'un kubunu. 10'un kubu elədi neçə? 1000. Bunu da böldük 5'ə. Bu da bərabərdir 200. Cavabını almış olduq. Biz ədədin açıq şəkildə yazılışını aşağı siniflərdə, yəni bilirdik ki, hər bir ədədin açıq şəkildə yazılışını onun mərtəbəsində duran rəqəmin qiymətini yazırıq və bu qiymətlərin cəmi şəklində yazmış oluruq. Məsələn, nümunə göstərək ki, 4735-i necə yazmış olurduq? 4'ün qiymətini yazırdıq 4000, üstə gəldi 7'nin qiymətini yazırdıq 700, üstə gəlsin 3'ün qiymətini yazırdıq 30, üstə gəl 5'in qiyməti də 5. Bu şəkildə açıq şəkildə yazmış oluruq. Artıq keçən dərs biz onun qüvvətlərindən istifadə etməyin qaydasını öyrəndik və bu günləri onun qüvvətindən istifadə etməklə ədədin açıq şəkildə yazılışını öyrənərik. Necə yazırıq? Bax, sizin üçün bir nümunə göstərib burada. Gəlin bu nümunənin izahını siz üçün paylaşım. Düzdür, burada biraz açıq şəkildə yazıb uzunladı. Bu siz bundan danışmayacağım. Mən bundan bu tərəfə danışacağam. Bu nə deməkdir? Bax, 5'i yazıb. Mən bu 5'in qiymətini yazmaq istəyirəm. 5'dən sonra neçə dənə rəqəm var? 4 dənə rəqəm var. Əslində 5'in qiyməti 50.000 etmiş olur. Mən də bunu qısa şəkildə onun qüvvətindən istifadə etmək üçün 5 vurulsun 10 üstü. Bundan sonra 4 rəqəm olduğuna görə 4 yazmışıq. Görürsünüzmü? Əla. Sonra 1 vurulsun. Görsən, 1'in qiymətini yazmaq istəyirəm. 10, 1'dən sonra neçə rəqəm var? 3 rəqəm var. Deməli 10 üstü 3 yazılmışdır. Bax, diqqət edin. 0'ı yazmırıq. 0'ı zaten 0'dır deyə onu açıq şəkildə yazanda ondan istifadə etmirik. Gəldik 7'nin qiymətini yazmalıyam. 7, baxıram ki 7'dən sonra bir rəqəm var. O üstü 1'i yazsam da olacaq, yazmasam da olacaq. Yəni 7 vurulsun 10 şəklində yazıram. Və üstə gəlsin 9'a zaten burada 10'luq yoxdur. Yəni bundan sonra rəqəm yoxdur ki yazasan, ona görə də boş 9 yazmış olur. Təhliyin, yəni təhlikdəki rəqəm olduğu kimi yazılır. Əgər o 0'dırsa yazılmayacaq. 0'dan fərqli hər hansı bir rəqəmsə o da yazılmış olacaq. Çünki onu mərtəbə vahidi 1'ə vururuq. 0 olarsa vurarıq, 0 etmiş olacaq, yazmarıq onu. Gəlin indi tapşırıq ona keçək, görək onda nə yazır. Yazır ki, açıq şəkildə verilmiş ədədləri rəqəmlərlə yazın. Bax, burada biz açıq şəkildə yazdıq. Elə bir ki, geri qayıtmış oluruq. Yəni, sanki açıq şəkildə yazışı ədəd kimi yazmış olaraq rəqəmlərin köməyi ilə. Bu zaman nə edirik? Bax, diqqətli olar. Elə bunun üstündə burada yazmış olar ki, yazılıb ki, 2 vurulsun 10. Mən bilirəm ki, 2'dən sonra nə oldu? Bu, ona burada 270 oldu. Ümumiyyətlə, mən 2'ni yazdım. Əla. Bundan sonra neçə rəqəm yazmalıyam? Yəni bilirəm ki, 2'dən sonra 2 dənə də rəqəm var. Deməli 1 gəlir, 1 üstü 2, bax 2 vurulsun 10 üstü 2'dən kiçik, 10 üstü 1 olmalı. Tamam, bu da var. 1 də yazdıq. Ondan sonra da 3'ü yazmış oldu. Oldu 213. Deməli ardıcı da getdi beləncə. Əla. İndi gəl buradakın, mən burada yerləşməsə buradan yazmış olacağam. Sizdə qaranlıq qalmasın. 3 yazdım. Zaten 3'ü yazmış olacağım. Vurulsun 10 üstü 4. Deməli 3'dən sonra 4 dənə rəqəm olmalıdır. Ardıcıllıq pozulmazsa, pozuldu, ora 0 yazmış olacaq. Məsələn 4'dən sonra 3 gəlməsəydi, 2 gəlsəydi 0 yazardım, sonra 5'i yazmış olardım. Bax, bunu yaxşıca yadınızda saxlayın. Zaten 4'dən sonra 10 üstü 4'dən kiçik, 10 üstü 3. Ona görə də mən bura 5'i yazmış olacağam. Yəni bunu deyirəm ki, başa düşəsiniz. Sonra 3'dən kiçik 2. Tamam, 2 gəlsə deməli bu 7'ni də yazacağam. Ardıcıllıq pozulmayıb. Daha sonra 1 gəlir, bu da var. 4'ü də yazmış oluram. Ondan sonra da 2 gəldi, yazdım. Deməli bunun da qiyməti olur neçə? 35742. Bax, burada 3 dənə 10 minlik var, 30.000. 5 dənə minlik var, 5000. 7 dənə yüzlük var, 700.
4 dənə 10'luq var. 40. Bir dənə də 2. Hay Allah. Gəl buranı yazıram. Burada yerləşəcək zaten. Oraya ehtiyac yoxdur keçməyə. 6 vurulsun 10 üstü 3. Deməli 6'dan sonra 3 dənə rəqəm olacaq. 6'nı yazdım. 10 üstü 3'ten sonra 10 üstü 2 gələcək. Var burada. Deməli 4'ü də olduğu kimi yazıram. Sonra 2'dən kiçik 1'dir. 6. Deməli 6'nı da yazacağım burada. 5'dəki zaten yazıldı. Allah bitti. Olduğu için 6465. Növbətinə baxırıq. 3 vurulsun 10 üstü 4. Yəni 3'ü yazdım. Birincisi zaten yazacağım. 10 üstü 4'ten kiçik 10 üstü 3 gəlir. Var. Ona görə də 5'i də yazıram. Sonra 2 gəlir. Var. Deməli 2 neçə 7 vurul. Deməli 7 yazmış olacaq. Bu da 8 yazıram. Oldu 3578. Bitti getdi. Davam edirik şimdi növbəti. Görək burada nə yazıb. Deyir ki, bunu rəqəmlərlə vermişə də açıq şəkildə yazın. Açıq şəkildə yazmış olaraq. Bərabərdir. 3 vurulsun 10 üstü 1 üstə gəlinsin 8. Yəni burada yazdım qısaca. Belə deyək də hamısını yazmayacağam. Bax son 4'ün bir dənəsini buradan yazdım. Son 4'ünü yazacağam buradan. Deməli yazırıq ki 120.608 120.608. Bax burada diqqət eləsəniz. Digərlərini asan şəkildə yazarsınız. Deməli 1 vurulsun 10 üstü. Birdən sonra neçə rəqəm var? Müəllim 5 rəqəm var. 10 üstü 5 yazacağam. Sonra üstə gəlinsin 2 vurulsun. Bax birdən sonraki rəqəm 2'dir. Bax 2 yazdım bura. Vurulsun 10 üstü 5'ten. Bu 2'den sonra 4 dənə rəqəm var. 4. Üstə gəlinsin. Burada da üstə gəlinsin. Sıfırın qiyməti yazılmır. Getdi. Deməli 4 o 3 yazılmayacaq. 10 üstü 3 yoxdur. 6 vurulsun 10 üstü neçə olacaq? 3 o yoxdur deyə 0 deyə yazmadıq. 10 üstü 2. Zaten alttan sonra neçə rəqəmdir? 2 rəqəmdir. 10 üstü 2. Üstə gəlinsin 0 zaten 10 üstü 1 yoxdur deyə burada 0'dır yazmır. 8'də təhlil mərtəbəsi olduğu kimi yazdıq. Allah bunun qiyməti yazılıb. Digərinə baxırıq. Yazıb neçə? 1 milyard 69 milyon 752 min 100. Yazırıq burada. 1 milyard 69 milyon 752 min 100. Allah. 1 vurulsun 10 üstü. Neçə rəqəm var? 6 deməli 9 rəqəm var. 1 milyard. Üstü 9 yazıram. Üstə gəl. Buradan da üstə gəl yazıram. 0 yazılmır. 6 vurulsun 10 üstü. Altdan sonra neçə rəqəm var? Müəllim 7 rəqəm var. 10 üstü 7. Çünki zaten 8'in yeri boş idi. 0 idi. Üstə gəlinsin. 9 vurulsun 10 üstü 6. 9'dan sonra 6 rəqəm var. Üstə gəlinsin. 7 vurulsun 10 üstü 5. Üstə gəlinsin. Bax buradan da üstə gəl yazıram. 5 vurulsun 10 üstü 5'ten sonra 4 rəqəm var. 4. Üstə gəl 2 vurulsun 10 üstü 3. Üstə gəl 1 vurulsun 10 üstü 2. Bundan sonra yoxdur, sıfırlardı yazmaq. Bitdi, getdi. Saxladıq burada. Ümid edirəm ki, aydındır hər şey. Keçirik davamın yazacağım. Yazacağım davamın. 9374 yazıram bura. 9374. 4 rəqəmli ədəddir. 9 vurulsun 10 üstü 3 dənə rəqəm var. Yəni buradan göstərmişəm. Deməli 10 üstü 3 yazacağam. Üstə gəl 3 vurulsun 10 üstü 2. 0 yoxsa ardı gəl. Elə bir ki, yavaş-yavaş azalda o üstüləri getmiş olam. 7 vurulsun 10 üstü 1. 1'i yazmasaq da olar. Üstə gəlinsin 4. Zaten orada nümunədə yazdığına görə biz də yazmış oluruq. Davam edirik və 230 milyon 464 min 276. Bunu da yazaq, bunu qırmızı ilə yazım. Yazırıq ki 230 milyon 464 min 276 bərabər 2 vurulsun 10 üstü 2'den sonra neçə dənə rəqəm var müəllim? 8. Üstə gəlinsin 3 vurulsun 10 üstü 7. 7 rəqəm var. 0 yazılmır. Üstə gəlinsin 4 vurulsun 10 üstü
5 rəqəm var. 4-dən sonra 5 üstə gələnsin. 2 6-dır. 6 elə bir şey, bu 4-ü yazıram. 6 vurulsun 10 üstü 4. Üstə gəl yenidən 4 vurulsun 10 üstü 3. Üstə gələnsin, buradan gedirik. 2 vurulsun 10 üstü 2. Üstə gələnsin 7 vurulsun 10 üstü 1. Yazmasaq da boş 10-da yazsaq olar. Və üstə gələnsin təhlikdə 6-dır. 6-nı yazaraq sonuna qaldı. Bu qədər. Yəni digərlərin buna qulaq asdırsa, mən bilən sizin heç bir çətinliyiniz olmadan yazarsınız və çox rahat şəkildə. Davam edirik. Növbəti tapşırıqla davam edirik. Mövqeysiz say sistemləri, yəni Rum rəqəmləridir ki, bunlar haqqında danışaram. 7 dənə rəqəmdir ki, bunların yazılış qaydalarının birinci danışacağım, yəni ədədlərin özünü deyəcəm, sonra yazılış qaydaları haqqında məlumat verəcəm. Ondan sonra tapşırıqları yazmış olaraq. Bu 3 dənə əsas qaydası var. Ədədlərin sayı 7-dir. 7 rəqəm var. I hərfi bizim Latin qrafiqası 1-i göstərir, V hərfi 5-i, X hərfi 10-u, L hərfi 50, C 100, D 500, M 1000-i göstərmiş olur. Birinci qayda budur ki, bir simvol ardıcıl 3 dəfədən artıq yazılmır. Yəni 3 dəfə ardıcıl yaza bilərsən. Məsələn, 3 dəfə hansıları yaza bilərsən? Bunu da buradan deyim ki, 1-i yaza bilərsən, 10-u yaza bilərsən, 100-ü yaza bilərsən, 1000-i yaza bilərsən. Görürsən? Məsələn, 5 qabağı 1 olanları yazırıq. Görürsən? Qabağı 5 olanlar yazılır. 3 dəfə yazmağa ehtiyac yoxdur. Tamam. 3 dəfə yazılır. Hansılar? 1, 10, 100, 1000. Bunu bildik. Eyni simvol yanaşı olduqda toplanılır. Yəni, əgər mən bunu götürüb, məsələn, deyək ki, 10-u 2 dəfə yazmışam, belənçi. Bunlar toplanı 20 olmuş olur. Bildirim ki, böyük simvolun sağındakı, yəni getdikcə ondan kiçik olmalıdır və yaxud da ona bərabər olmalıdır. Əgər sağındakı böyük olarsa, o zaman sağdakından solu çıxırıq. Məsələn, bura mən 10 yazdımsa, burada yuxarı deyək ki, 2 dənə 10 yazdım. Bundan sonra 3 dənə 10 yaza bilərəm, 4-cüsünü yaza bilmərəm. Mən bura götürüb belə deyək də daha 500 yaza bilmərəm, sağına yaza bilmərəm bunu. Bundan kiçiyini yazmalıyım. Neçə yazıram? Məsələn, 5 yazıram. Oldu 35 olmuş oldu. İndi mən bura məsələn deyək ki, 35 yox, 34 yazmaq istəyirəmsə, bu zaman 5-in sol tərəfinə, yəni böyükdən sol tərəfə kiçik yazılırsa, bu zaman çıxılmış olacaq. Bax, görürsən, bu şəkildə. Bu o demək ki, bu 3 dənə ardıcıl toplanılacaq, onlar 10, üstə gəl 10, üstə gəl 10. Bunlar çünki bundan sonra baxırıq ki, bir böyük ədəd yazılır, onun sol tərəfində kiçik ədəd var, sonra böyük. Deməli, bu böyükdən kiçik çıxacaq. Bu olacaq nə? Burada yazılır ki, çıxılsın 1, və ya da belə yaza bilər ki, üstə gəlinsin 5, çıxılsın 1 şəkildə ya da çıxılsın 1, üstə gəl 5 də yazsaz eyni olacaq. Əslində 5 üstə gəl 1-dir. Yəni, bunu bilməyiniz lazımdır ki, üstə 5 gəlir, sonra da 1 çıxmış oluruq. Deməli, bir böyük ədədin solunda bir rəqəm yaza bilir. Məsələn, deyək ki, mən bura 500 yazmış oldum. Bura 50 yaza bilirəmsə, 500 çıxılsın 50-dir bu. Yəni, kiçik ədədi sol tərəfə yaz. Bu da 450 etmiş olacaq. Yəni, bu nəyə bərabərdir? 450-yə bərabər olmuş olacaq. Bunu yaddan çıxartmayaq. Yox, əgər belə də yaza bilirik ki, 450-ni ikinci şəkildə necə yazıram? Yazıram ki, C-D. Bu oldu 400. Və bundan sonra L-ni yazıram. Bu 400 üstə gəlsin, belə deyək, 500 çıxılsın 100, 400 üstə gəl 50 olacaq neçə? 450. Görürsən, bəzən iki şəkildə də yazmaq olur, amma ən qısa şəkil hansıdırsa çalışırlar ki, ondan istifadə etmiş olsunlar. Deməli, eyni simvollar yanaşı olduqda toplanılır, kiçik rəqəm böyük rəqəmin solunda olduqda çıxılır, sağında olduqda isə toplanılır. Bax, bu qaydaları bilsək, burada biraz izah etməyə çalışdım. Onsuz tapşırıqların həlli zamanında fikir versəniz, izahını verəcəm. Hər şey gözəl olacaq. Burada izahını verib zaten bunu götürüb burada bir-birdə izah etməyə ehtiyac yoxdur. 12 nömrəyə tapşırığa baxaq, görək 12-də nə yazıb. Yazı Rum rəqəmləri ilə verilən ədədləri onluq say sistemində yazın. Yəni ki, bizim ərəb rəqəmləri deyilən rəqəmlərlə, yəni o 0-dan 9-a qədər 10 rəqəmin köməyinə yazmış olar. Bu ədədi oxuyarkən bu 10-dur.
Bunu bilirik. Və onun sağındakı birlər, 2 dənə 1 var. Kiçik ədədlər sağında gəlsə toplanılır. Yəni olacaq 10 üstəgəl 1 üstəgəl 1. Bu da bərabər deyir 12. Özüm bunu biraz yazdım ki, başa düşülsün. Daha sonra yazıb 10, 3 dənə 1 yazılıbsa, 10 deyil, daha doğrusu 2 dənə 10, 2 dənə X hərfi, daha sonra da 3 dənə də 1 yazılıb. Bu o demək ki, 10 üstəgəl 10, yəni 2 dənə toplanılacaq, yanaşı gəlib. Sonra da bu 3 dənə də kiçikdir, amma yanaşı gəliblər. 1 üstəgəl 1 üstəgəl 1. Bu da bərabərdir. Neçə eləyəcək? 23 etmiş oldu. Daha orada yer yoxdur, aşağıda yazmış oldum. Daha sonra yazar ki, 2 dənə X hərfi yazılıb, bir dənə 5, sonra 1 yazılıb. Bax, 10, 2 dənə 10, 5 gəlib. Yəni azalan sıra ilə gəlibsə, deməli toplayarıq biz bunlar. 2 dənə 10, 20, üstəgəl 5, 25, üstəgəl 1, 26. Oldu 26. Birdən bu 1 5-dən sol tərəfdə olsaydı, onda 5-dən 1 çıxmış olardıq, yazmış olardıq. Daha sonra yazıblı, yəni bu 50-dir. 3 dənə də 1. Yəni böyük, yəni azalan sıra ilə getmiş olub. Böyükdən sonra kiçiklər gəldiyinə görə toplayırıq. Bu deyəcək 53. Məncə bunlar yazıla bilər, rahatdır. Sondan 3 dənəsində deyək, yetərli olacaq. Yazıb ki, görək bu nə deməkdir? 2 dənə 10, 20, üstəgəl 5, 5 kiçikdir ondan, toplanılır. Oldu neçə? 25. O da 2 dənə də 1, 27. Yazmış oluruq. Daha sonra baxaq burada 3 dəfə 10, 30, bu da 4-dür. 5 çıxılsın 1. Oldu neçə? 34. Burada elə üstünə yazıram. Burada 50, ondan sonra 50 böyük. Bax, kiçikdən sonra böyük gəlib. Bunu burada yazım. Biraz da burada izahını verim. Kiçikdən sonra böyük gəlib. Deməli, böyükdən bu kiçik çıxmış olar. Sonra yenə kiçikdən sonra böyük gəlib. Deməli, burada 50-dən 10-u çıxarıq. Eləyəcək 40. Üstə gəl. Burada da nə edirik? 10-dan 1-i çıxırıq 9. Eləcə neçə? 49 etmiş olacaq. Oldu 49. Bu 49-u belə də yaza bilərdik. Bax, bu şəkildə də yaza bilərdik. 50 çıxılsın 1, bu da bərabərdir 49. Çünki böyük rəqəmin solunda kiçik rəqəm yazılmış oldusa, çıxılmış olacaqdır. 13-cü tapşırığa baxırıq. Görək 13-cü tapşırıqda nə yazır? Yazır, onluq say sistemində verilən ədədləri Rum rəqəmlərinə yazın. İndi başlayırıq burada 13-ü yazmaq istəyirik. Yazırıq 13. Necə yazarım? Bir dənə 10, 3 dənə də 1 yazdım. Oldu 13. 28-i yazmaq istəyirəm. 28. Deməli, düşünürəm ki, 22 dənə 10-dur. 2 dənə 10 yazdım. 2 dənə 10 yaza bilərəm ardıcıl. 8-i yazmaq üçün 5 yazıram. 5-in də üstünə 3 dənə 1 gələ bilərəm. Tamam, oldu neçə? 28. 18 yazmaq istəyirəm. 18, bir dənə 10 yazaram, bir dənə 5 yazaram, 3 dənə də 1 yazdım, oldu 18. 29 yazmaq istəyirəm. Necə yazacağım? 2 dənə yazdım, 10. İndi mən 9 yazmaq üçün ondan 1 çıxmalıyam. Çünki 9-u 5, üstə 4 gələm, 4 dənə 1 ardıcıl yaza bilməm. Onun soluna bir dənə 1 yazıram. Yəni bu oldu neçə? 9. Burası 9-dur. Bu 2 dənə də 2 dənə 10, 20, 29. Daha sonra sondan yazmış olaq. 2 dənəsini 101 yazmaq istəyirəm. 101. 101 irəm ki, C-dır. Yanına da bir dənə 1 yazdım. 101 etmiş oldu. 147 yazmaq istəyirəm. 147. 100 bir dənə C-dır. 40-ı yazmaq üçün 50-dən 10 çıxmalıyam. Yəni X, sonra da L. Deməli, böyükdən sol tərəfdə yazdım. 50-dən 10 çıxdım. 50 L-dır. X da 10-dur. Solunda olduğuna görə 50-dən çıxıram bunu. Daha sonra 47 yazmaq istəyirəm. 5 yazacağım. 2 dənə də 1 yazdım. Oldu neçə? 147 etmiş oldu. 54, 25 bunlar asandır. Bilirəm ki, məsələn bu olacaq neçə? Bir dənə L, 2 dənə də 1. Bu olacaq bir dənə L, bir dənə 1 yazırıq. Burada 5 yazır. Çünki 5 çıxılsın 1-dir. Bu 4 etmiş olur bir yerdə. Bax, ərəb rəqəmləri dedim az öncə. Burada riyaziyyat tarixindən yazıb. Riyaziyyat tarixində böyük, yəni riyaziyyat alimi Əl-Xarazmi haqqında, Xarazmin yəni riyaziyyatda böyük rolu haqqında danışıb. Deyir ki,
Bu gün istifadə etdiyimiz onluq say sistemi Hind-Ərəb sistemi də adlandırılır. Əl-Xarazmi Hind hesabı haqqında adlı kitabında o dövrdə Hindistanda yayılmış onluq say sistemini təsvir etmiş və bu sistemə uyğun hesab qaydaları vermişdir. Görək bizim əsrdən belə deyək də bizim əsrin 780-850-ci illərində. Deməli çox əvvəllər alim ilk dəfə olaraq Hind rəqəmləri ilə ədədlərin yazılışında əs-0 adlandırdığı 0 rəqəmindən istifadə etmişdir. Bəzi mənbələrdə 0 ədədi də natural ədədlərə aid edilir. Düzdür, bizdə 0-ı natural ədəd götürmür, çünki natural ədədlər haqqında belə bir tərif verilir ki, varlıqları saymaq üçün, yəni var olanları. Var olan bir şey varsa onun sayı 0 olmadığına görə 0-ı natural ədəd kimi götürmürük, amma məsələn Türkiyədə məncə 0 natural ədəd kimi hesablanmış olur. 14-cü, yəni burada məsələ həllidir. Görək nə yazır? Yazır ki, dünyada əhalisi ən çox olan ölkələr Çin və Hindistandır. 2022-ci ildə Hindistanın əhalisi təqribən 1 milyard 402 milyon nəfər olmuşdur. Bu ədəddə milyonluqların sayını 5%, 10 milyonluqların sayını isə 4% artırdıqda Çinin əhalisinin sayı alınır. 2022-ci ildə Çinin əhalisinin sayı nə qədər olmuşdur? Deməli biz baxırıq ki, Hindistanın əhalisinin sayı 1 milyard 402 milyon olmuşdur. Bunu bildik. Deyir ki, bu ədədin milyonluqlar sayını 5%. Milyonluqlarda nə görürük biz? 2 görürük. Bunu 5% artırsaq 7 olacaq. 10 milyonluqların sayını isə 4% artırsaq 10 milyonluqlarda nə görürük? 0 görürük. Bunu 4% artırsaq 4 olmuş olacaq. Artırdıqda Çinin əhalisinin sayı alınacaq. Onda qalanları olduğu kimi qalacaq yerində və Çinin əhalisinin sayı 2022-ci ildə olub 1 milyard 447 milyon nəfər olmuşdur. Bu qədər milyonluqlar, 10 milyonluqlar başqa gözümdən qaçan bir şey olacaq deyə baxıram. Növbəti videoda görüşmək ümidi ilə növbəti mövzumuz müqayisə və sıralama olacaq. Hələlik sağ olun.